Allah bəndələri daha bir dəfə özümü və sizi ilahi təqvaya dəvət edirəm. İlahi təqva, mütəal Allahın buyurduğu vacib əməlləri yerinə yetirmək, haram işlərdən çəkinmək və məhəbbətə, sevgiyə layiq olan Rəbbimizi sevməkdən ibarətdir. Mütəal Allah buyurur, ya eyyuhən nəbi, ey Peyğəmbər, hərrisil mu'minina aləl-qital. Möminləri müharibəyə təşviq elə, sövq ver. İn yakun minkum 20 sabirun. Əgər sizlərdən 20 nəfər istiqamətli, dözümlü olarsa, yəğlibu miyyətin. O 200 nəfərin üzərində qələbə çalacaq. Və in yakun minkum miyyətun. Əgər sizdən 100 nəfər olsa, istiqamətli, dözümlü, hədəfli, məqsədli, yəğlibu əlfən minəl-ləzīnə kəfəru. Onlar 1000 nəfərin üzərində qələbə çalacaqlar. Biənnəhum qovmun la yəfqəhun. O kafir cəmiyyəti ki, onlar düşünmürlər. Mütəal Allah Ali Kərimədə müsəlmanlara həm vədə verir, həm istəyir bir şeyi onlara aydınlaşdırar. Bir şeyi onlara aydınlaşdırar ki, onlar ondan qəflətdədirlər. Nədir o? İnsanların zahiri hesablamalarında daima bunu öyrəniblər. Əgər bir mübarizə xəttindədirlərsə, əgər müharibə xəttindədirlərsə, onların arasında zahiri düşüncələri buyurdu ki, kim çoxdur o qələbə çalacaq. Ya ən azından qələbəyə yaxın olmaq üçün düşmənin qədərinə yaxın olmalısan. Onlar məsələn 1000 nəfərdirsə, siz heç olmasa 1000 ya 1000'ə yaxın olasınız. Amma ilahi baxış fərqli baxışdır. O baxışın Peyğəmbəri Allah deyir bu ayədə. Deyir Peyğəmbər, sizdən 20 nəfər gözümlü, əqidəli, istiqamətli olsa, o anlamaz düşmənlərin 200'üne qələbə çalacaq. Baxın 10 bərabərindən sonra. Sizdən 100 nəfər bu xüsusiyyatda adam olsa, onların 1000'ine qələbə çalacaq. Amma 66-cı ayədə mütəal Allah sözü dəyişir. Fərqli söz. O nədir? Orada deyir, əl-anə xəffəfəllahu əndikum. Amma indi Allah sizdən biraz məsələni yüngülləşdirdi. Və əlimə ənnə fikum zəfən. Niyə? Niyə bilirsiniz yüngülləşdirdi? Yüngülləşdirib nə deyəcək? Səbəbin əvvəl deyir, sonra sözün deyir. Deyir, Allah artıq sizdə zəiflik müşahidə elədi. Bəy indən belə 10 bərabərinin üzərində qələbə çala bilməyəcəksiniz. Nə inəyəcəksiniz? Fəin yakun minkum miyyətun sabirə. İndi birdən sizdən 100 nəfər olsa, yəğlibu miyyəti. 200 nəfərə qələbə çala bilməyəcək. Fəin yakun minkum əlfun yəğlibu əlfən. Əgər sizdən 1000 nəfər olsa, 2000 nəfərə qələbə çala bilər. Yəni bu dəfə artıq 2 bərabərin üstündə qələbə çala bilərsiniz. Yəni özünüz qədərində. Siz 1000'sünüzsə 2000'ə qələbə çalarsınız. Biiznillah, vallahu məhəs-sabir. Mütəal Allahın dediyi ayədə səbəblərin özü göstərir. 1-ci ayə ilə 2-ci ayədə fərq görünür. Amma bu fərq bunların sayındadır. Birincidə deyir, sizdən əgər 100 nəfər olsa, 1000'ine qələbə çalacaq. 20 nəfər olsa 200'üne qələbə çalacaq. İkincidə sözü dəyişir. Niyə? Sözünün dəyişməyinin səbəbini özü göstərir. Burada say dəyişilmir, həmin əsgərlərdir. Biyaq ki 1000, biyaq ki hesabla 10.000'ə qələbə çalmalıydı. İndiki 1000 fəqət 2000'ə qələbə çalacaq. Allah deyir, Allah sizdə zəiflik müşahidə elədi. O zəiflik nədədir? O zəiflik sizin bu saat əqidə özdə zahir olur. Allah müsəlmanları istəyirdi bir dənə şeydən başa sala, o da bundan ibarət idi.
İnsanlar bəzən özləri öz qüdrətlərindən xəbərsiz olurlar. Qüdrətdən xəbərsiz, hansı qüdrətdən xəbərsiz olurlar? Allah deyirdi, müsəlmanlar, düşmənləriz düşünmürlər. Düşmənləriz düşünmürlər, yəni onlar bilmirlər nəyin uğrunda mübarizə aparalar. Amma siz bilirsiniz. Siz ki bilirsiniz nəyin uğrunda mübarizə apararsınız, sizin 3 dənə yardımcı qüdrəniz var. Onlardan birincisi budur, siz haqq yolu uğrunda mübarizə aparırsınız. Bu sizə yardımcıdır. Siz haqqın uğrunda döyüşürsünüz. Bir adam ki haqqın uğrunda döyüşür, bu adam güclüdür. 20'si ki özünə qələbə çala bilər düşmən. Çünki haqq adında bir şeylə özündən əminliyi var. İkincisi budur, Allah sizə yardımcıdır. Bir adamın ki arxasında Allahdır, o adamın ki arxasında Allah dayanmayıb, onun üzərində qələbəçi çox rahatdır. Üçüncüsü də budur ki, siz bir dənə əqidənin sahibisiniz ki, o əqidə sizdə yardımcıdır. O da nədir? O budur ki, sizdə ehdəl hüsnündür. İki gözəlliklərdən biridir. Ya əgər qalarsınız, kəramətli bir həyat sürərsiniz. Əgər birdən ölərsiniz, bilirsiniz kimin huzuruna gedibsiniz. Nəyə görə gedibsiniz? Sizin cavabınızı, əcrinizi kim verməlidir? Allah istəyir müsəlmanları buna mütəvəccih edir. Bir dənə qüvvət özlərindən xəbərsizdirlər. Müşahidəçilərdən biri qeyd edir, deyir, mən getmişdim Hindistana. Getdim Hindistanda ki, heyvanat aləmində müşahidə aparırdım. Bir yerə girmişdim ki, orada fil saxlayırdılar. Gördüm bir dənə yekə bir fili. Ayağına bir balaca ip bağlayırdılar. Fil də durub orada. Soruşdum, dedim, bəlkə bunların bir Hindistanda filin müqəddəsliyi zadı da var. Dedim, bəlkə bir dini ayindir. Nə nəsə əlaqədar, bunun ayağına bu balaca ipi bağlayırdılar. İstədim bu barədə və məlumat. Bunu soruşdum, bu ipi bunun ayağına niyə bağlayırsınız? Dedilər ki, ipi bunun ayağına bağlamışıq ki, qaçmaz. Dedim, əcəb, nazim, bunu ilə ayağını yazdırsa, görüb qaçar, dedilər. O onu eləməz. Dedim, axım, necə eləməz? Nə sizə təzminat verir ki, o ayağın aralığı ipi görüb qaçmayacaq? Bu təzminatı sizə nə verir? Dedilər, o təzminatı bizə bu verir. O zaman ki, bu fil balası dünyaya gəldi bu. O uşaq olanda ki, təzə dünyaya gəlmişdi, biz bu iplə onun ayağını bağlamışdıq. Onda o nə qədər o ipi taxdı ki, qıra, gücü çatmadı. Ondan onun yadında qalıb ki, mənim gücüm çatmaz bu ipi qırmaqlığa. İndi ki, gəlib bu boyda fil olub, yenə o ipi ayağında görür, özünə zəhmət verib bir dəfə yoxlamır. Niyə? Çünki əmindir ki, mənim buna gücüm çatmaz. Necə o boyda, o əzəmətdə fil bir dənə balaca ipin əlində zəlil olur. Müsəlmanlar bugün batil düşüncə, ilk qədər nazi olan batil düşüncənin əlində zəlildirlər. Zillətləri nədir? Zillətləri o 3 dənə şeydədir. Onlar düşünmürlər ki, biz haqq yolunun əfradıyıq. Bizim mübarizəmiz özümüzlə də, Allah düşməni ilə də, din düşməni ilə də, xalq düşməni ilə də haqq mübarizədir. İkincisi bunu düşünmürlər, bundan qəflət edirlər ki, Allah bizim yavərimizdir. Üçüncüsü bundan qəflət edirlər ki, qalsalar şərəfli həyatdır, getsələr şərəfli ölüm. Mütəal Allah bu ayələri müsəlmanlara göstərməklə istəyirdi, bunu açıqlama verə müsəlmanlar. Öz içinizdə olan, sizə qüvvət verə biləcək bu 3 dənə mühüm məsələdən qafil olmuyoruz. O cürdür ki, sizin mübarizələrinizin sonun, hökmün, son sözün sizin sayısıdır. Necə ki, İslam tarixi buna açıq aydın sübutlardır. Nə Bədir döyüşündə, nə Uhud döyüşündə, nə Əhzab döyüşündə müsəlmanların küfrün üzərində qələbəsi onların sayına görə böyük idi, onların topuna, topxanasına görə böyük idi. Buna görə idi ki, onlar haqq yolunda döyüşürdülər, ona görə idi ki, Allah onlara yardımcı idi və ona görə idi ki, onlar şəhadət adında və ilahi hüzur adında bir dənə məhkuma inanmışdılar. Ondan sonra belə bir oldu. İslam döyüşlərinin son sözün müsəlmanların əqidəsidir. O zaman ki, İslam döyüşü Sasanilərin, İranın Sasani
hökuməti ilə döyüşürdü. Xosrov Pərvizin ordusunda 500 min əskər var idi, İslam ordusunda 50 min əskər var idi. Dəqiqən Allahın Quranda dediyi kimi 1'ə 10. Amma gözəlliyi onda oldu, İslamın 50 min qoşunu, Xosrov Pərvizin 500 min qoşunun dağı və İslam qələbə çaldı. Ya Molta döyüşündə İslam qoşunu 3 min nəfər idi. Amma düşmən qoşunu 150 min nəfər idi. 3 min İslam qoşunu 150 min düşmən qoşunun üzərində qələbə çaldı. Yarmuk döyüşü İslam ordusu ilə Rum ordusunun arasında olan döyüşdür. Yarmuk döyüşündə Rum sepahının, Hergül qoşununun 200 min əskəri var idi, İslam qoşununun 24 min əskəri var idi. İslamın 24 min əskəri Hergülün 200 min qoşunun məğlub elədi. Və maraqlısı budur, Hergülün qoşunundan 70 min əskər həlak oldu. İndiyə qədər əgər bir zaman ki müsəlmanlar qələbə çalıblar, sözümün əvvəli də sonu da olsun, nə topxanasına görə, nə xüsusi qüdrətinə görə, nə sayına görə olmur. Onların bağlılıqları haqq yolunda döyüşlərinə, ilahi yardımlarına və şəhadətə inamları ilə qələbə çalıblar. Hasan bunlar olmayıb, zəifləyiblər. O cür ki, Allah dedi, Allah sizdə artıq zəif müşahidə edir. Amma niyə Allah Quran-ı Kərimdə misal verəndə dedi, sizdən 20 nəfəri olsa, onların 200 nəfərinə qələbə çalacaq. Buna alimlər cavab verirlər. Niyə Allah 20 nəfəri? Söhbət qoşundan gedir, cərgədən gedir, dəstədən gedir. Və niyə Allah 20 nəfəri misal verir? Buna Əhl-i Beyt imamları da, din alimləri də deyiblər, mütəal Allah bundan istəyir, mömin bəndələrinə, mübariz bəndələrinə bir dənə mesaj verir. O da budur, hər vaxt sizdən bu 3 dənə xüsusiyyəti tam mənada qavrayıb, qanına, canına alan 20 nəfər olsa, Allah deyir, biz artıq onu İslam qoşunu kimi rəsm etdik. Əgər sizdən 20 nəfər bu 3 dənəni öz vücudunda istada və bircə olalar, artıq biz onu İslam qoşunu kimi o cəmi o 20 nəfəri rəsmiyyətə tanıyırıq. Allah'ın verilən əzəmətinə böyüklüyünə, Allah daima İslam və müsəlmanları hər yerdə var, qələbə ilə üzbəyiz eləsin. İslam və müsəlmanlara qarşı addım atanları məhv-nabud eləsin. Allah'ın verilən əzəmətinə böyüklüyünə, zindanda olan günahsız din qardaşlarımızın tezliyinə qapısını açsın. Allah'ın verilən əzəmətinə böyüklüyünə bu cəmin hər kimin nə istəyi var, Allah bərabərdə bir xeyr olsun. Günahlarımıza qələmi əfv çəksin. Bu məclisimizdən qəbirstanlıqlarda torpaq əsiri olan valideynlərimizin qəbrinə nur inayət etsin. Allah'ın verilən əzəmətinə bu varlığın rəhbəri, yer kürəsinin öndəri Həzrət Hüccət ibn Həsəni tezliylə bu millətin arasına gətirsin. Bu ağanın mübarək qələbəsin dünyaya elan edib, bizi o ağanın rikabında şəhid olanlardan qərar verir. Allah'ın verilən əzəmətinə, böyüklüyünə bir an bizi o Həzrətin rizasından xaric iş görməyə tövfiq verməsin. Dünyada Əhl-i Beytin ziyarətindən, uqbada şəfaətindən bir nəsib eləməsin. Beytinin, Peyğəmbər qəbrinin ziyarətini hamımıza nəsib eləsin. Evladı olmayanlara evlad inayəsin. Xəstəsi olanların xəstələrinə şəfayət inayəsin. Hər kimlər bizlərdən dua istəyirlər Xudaya, hər kimin nə istəyi var. Allah onların istəklərin, onların nə arzuları var, onların arzularını onlara yetircinən. Bismillahirrahmanirrahim. İnna a'teynakal kavsər fəsəlli li rabbikə və nəhər. İnnə şaniyəkə huvel əbtər. Esselamu aleykum.